Demək uşaqlar bu gün TikTok cəmiyyətinin ən yaxşı bloqerlərindən olan Rafinch, Bilal Alizadə və Məhəmməd Əli Həsənovun videolarına baxacağıq. Siz də videodan sonra yorumlara yazarsınız hansı bloqeri daha çox sevdiyinizi. Birinci Rafinchlə başlayırıq. Brat, ona bax, görünə zor fikirləşiblər. Hə, brat, açığı çox bomba marketinq. Ləzzət eləyir də, bu sizi bir çıxması yaxşı. Qardaş, bu kömrün deyişində bu çayı da təzələyərdiniz. Yüngülü var, biraz tez zibillik çıxdı elə bil. Bu arada var ha, o kreslonu deyəsən 28-də qoyublar. Ramal görüb onu mən görməmişəm bu arada. Yaxşı boğmuşlar zatları pulsuz yer veriblər. Gecə yatarlar orada, sən öyle deyirəm. Yəqin ki bir işindən sonra çıxıb deyirlər ki, o 28-də kreslo görürüz. O bizim kreslomuz idi. Gəl bizim kreslolarımızdan al. Hər şey deyilən adam. Nə deyirdin? Qulaq asmırsan mənə? Başım itə qarışmışdı. Başı itə qarışıbmış. Qulaq as gör sevgilin nə deyir də? İt yerinə qoyan yox deyir bizi. Brat, məncə sən böyüdürsən məsələni. Mən böyüdürəm, sən mənim dostumsan, mənim tərəfimi Ay, saxlamalısan. psixoloq. Onun yox, düz demirəm. Aha nədir? Mən psixoloqa o qədər pul verirəm ki, mənə aha desin. Nə olar, pula ehtiyacım var, mənə biraz kömək elə də. Kimin problemi yoxdur? Mənim də problemim var da. Məsələn, evdə soyuducu xarabdır. Soyuducu haysız, həm mətbəxdə az yer tutur, həm də geniş bir ailənin ehtiyaclarını ödəyir. Mən kontaktda sərinləmək üçün girmişdim. Mən dedim ki, mənə soyuducu verin. Qardaş, sizdə 13 manat 20 qəpik elədi. Hamı ancaq pul fikirləşir. Sən də danışmırsan, həmişə susursan. Həmişə deyilən adam bir dənə adam deyim sizə. Dostlarım demirlər hamısı belədir bu arada. Nəsib də elədi, Yusif də belədir, Ramal da belədir. Bir dənə Rəşd elədi. Rəşd deyilən adam deyil yəni. Rəşd hər halından məmnundur Rəşd. Başım çıxıb nətər olur bu? İmkan vermirlər də. Tualetdə oturarsan qapı döyülür. Adam var. Üzübü. Üzübü. Ola nə var? Üzr istəyirəm. Bu qədər mükəmməl bir reallıq yoxdur da söz rəsm mənasında. İçəridə adam olduğunu bilə-bilə qapını sındırırlar. Qardaş, içəridə adam var. Adam olmasaydı o qapı zaten əlvi belə eləyəndə açılacaqdı. Niyə sındırsan qapını? Sındırsan əsl mənada. Bir yazıb ki, o qapının qapısı olmayanlara vermək olardı. Bu nətər bir deyim bir şeydir. Bu nətər bir duyar prim kasmaq şeydir də yəni. Qapısı olmayanlara vermək nədir Allah? Kasıblara kömək məqsədi nə demək istəyirsən? Nə yəni kasıblara başqa cür kömək eləyə bilərsən. Nə bilirsən adam yəni kasıblara kömək eləmir yəni. Adam videosu üçün bunu eləməli də. Sən mənə yox, o həcafə hərəkətin. O isə sənə xəyanət edir. Ərimə şər atma, o elə adam deyil. Deyə gələ. Bax, İş yoldaşıdır da. belə iş yoldaşı olur, əl-ələ gəzirlər. Mənim ərim böyüklük eləyib, onun əlindən tutub. Burada nə var ki? Bax, belə iş görüşməsi olur. Abi vaxtında yemək yeyirlər. Burada nə var ki? Bəlkə deyirəm Praqaya uçaq, ya da ki Romaya. Hə, qızı aviasiya əsasında bilet alır. Nə şişirdib səni? Məzuniyyətə çıxırlar da. Otelə girirlər. İndi nə deyəsən? Can, yəqin yazıq qızın qalmağa yeri yoxdur. Gəl girək içəri. Halal deyim mənim ərimə. Gör necə lüks otaq tutub. Gör necə ürəyi açıq adamdır. Yəqin ərinin çox pulu varmış. Ona görə səs çıxartmadı. Bir yazıb səs gəldi, səhv başa düşdüm. Yaxşı ki başqa bir şey gəlmədi. Yoxsa bu video qoya bilməzdim bura. Nə olub, tələm-tələsinə çağırmısan məni? Firəngizin ad gününə getməliyəm. Uşaq səndən qalsın da. Apar da özünü uşağa, nə olacaq? Uşağa söz vermişdim ki, gəzməyə aparacam. Bir günlük baxsan ölərsən, atası sana elə bil. Şeylərə bax, şeylərə. Gələcəkdim amma gələcək. Bax, nə var məndə marojna? Bu qız niyə ağlayır? Gör ata sənə nə alıb? Bu qız niyə belə eləyir? Gör ata səni hara aparır? Gələcəkdim, mama da gələcək. Mən gəldim. Xoş gəldin. Hanı bizim uşaq? De, orada da oynayır. Azər, O bizim uşağımız deyil. bizdə oğlandır. Ay zibil. Xalqın uşağını hara gətirmirsən? Ay, Tanımırsan zibil. bizim uşağı. Hanı bizim uşaq? Murad! Ay Murad! Deyirəm axı bu uşaq mənə oxşamır. 10 years later. Ay yazıq, sən küçədən tapılar, yoxsa sən heç burada deyil. Mama, nə danışır bu? Deyirsən həqiqətən də küçədən tapdılar. Bir əfsanə daha reallığını tapdı uşaqlar. Sizə uşaq olanda sizi harda tapdıqlarını deyirlər. Mən kələmin içindən tapmışdılar demişdilər. Qoyamazlar ki. Həyatım, nəhayət oyandın. Nə olub mənə? Ürəyim, sən avariya düşmüşdün, 4 ildir ki, komada yatırdın. Nəhayət oyandın. Çıxmaq istəyirəm buradan. Həkim gəlsin, çıxarıq. İndi Ürəyim, oyamısan sən oğlum. komada olanda çox şey dəyişib. Otur maşına, hamısını danışacağam indi sənə. Bu sənin maşınındır. Hə, Lincoln 09. Eşitdim 6000 endirmə düşüb, tez gedib aldım. Sən necə sürürsən bu maşını? Necə sürürəm deyəndə ki, şarjla da sürürəm, benzinlə də Onu sürürəm. demirəm, səndə bu qədər pul hardandır? Biz bir yerdə olanda həmişə ağlayırdın ki, pulum yoxdur. Ürəyim, sən komaya düşdün, bütün işlərim düzəldi. Restoranlara getmədim, kinoya getmədim, orada burada oturmadım, pul yığmağa başladım. Sonra da maşın aldım, ev aldım, indi 1-2 dənə də məsələ var. Onlara həll eləyəm, villa da alacağam. Okey, onda gedək restorana. Ay Restoran? zibil. Ürəyim, sən 1-2 il yat, mən o bir işlərimi həll eləyim, gələcəm. Kakraz o vaxtda villa da hazır olacaq. İstəmirəm, mən istəmirəm.
Çox məntiqlidir vallahi da, yəni ki, xəstə qadın çıxar ki, bu restorana getməklədir. Ha, bu qadınların bu restoran sevgisi həqiqətən nədir çatmır da, sən öl deyirəm. Mən həqiqətən yəni məcbur olmaqsa restorana falan getmərəm. Pulumuz olmadığından mı, yoxsa başqa səbəblərdən? Bəli, indi keçirik həmin o əfsanənin videolarına, Hilal Ayzadənin videolarına. Görələ Hilal Ayzadə bu son zamanlarda necə videolar çəkib. Analar yemək bişirəndə. Necə də atam, xoşuma gəldi yemək. Ayma, qoy bir tikə yeyim, sənə deyəcəm. Yaxşı, başıma dönərəm, bağışla. Necə də xoşuma gəldi, buzu necə, dadı necədir? Ayman, qurban olun, qoy bir tikə yeyim, dadına baxım, sənə deyəcəm də necədir, yaxşı. Allah məni öldürsün, mənim özümdədir günah ki, sizin kimi naşükürlərə yeməyi bişirirəm. Aviasiyal sazdan bilet alıb çıxıb gedərəm bu ölkədən. Allah, reklamı bu qədər qəşəng soxmaq yoxdur da. Aviasiya sazdan bilet. Normalda reklamları qoymuram bu arada. Reklam adı çəkilən yerlərə qoymuram. Prosta bunu həqiqətən çox qəşəng soxmuyor bura. Onda qədrimi bilərsiniz. Yaxşı qurtardıq ha bala. Necədir? Biraz bir Hilaldan qorxuram. O üzvü bu nədir la? Biraz ki, iki kəlmə sözü də soruşur. Denən yaxşıdır vəssalam. Burada nə var ki? O iki kəlmə söz onun motivasiyadır. Dostum, hələ yemək yeməyib. Necə yaxşı desin? Kişilərin günlük rutini. O bütün hamı yığıblar, am nədir? Sırağı. Gəldi, tez gəlir. Sonra rəngi sıvar. Allah. Futbol. Siyasət. Maşın. Məmə. Qadın. Pul. Çayxana. Pul. Biznes. Pul. Ay, sən bir dənə söz deyim, hə? Bax, sözün əsl mənasında deyirəm, hə? Rəşdi əsgərliyə göndərməmişdən bir gün əvvəl bu Ziyad canlı yayın açmışdıq. Royal falan var idi, arxa fon qırmızı idi, hünümünü uçurdu. Bəlkə bilirsiniz o canlı yayını. Bəlkə bura qoyaram linki, baxmaq istəyən baxar. Sözün əsl mənasında gün belə keçmişdi, həqiqətən deyirəm. Bax, Kavaz seçdik, ondan sonra Nərd oynadıq, ondan sonra nə bilim, eyni ilə belə şeylər idi, yəni. Bütün oğlanlar eyni yaşayır, oğlum, nədir belə? Asıllıq. Neyinirsiniz siz? Köməkləyin! Manyak var, manyak! Səni çəkib hər yerə... Bu başdan xarab, mənə toxunur! Neynirsən Allah, başın xarabdır sənin. Xanım, səhv başa düşdünüz, qardaş, məndə qaptamaniya var. Kiməsə toxunmasam, panika təqisat keçirirəm də, belə xoşbəxt ola bilmirəm. Özü gör ki, sənin özünün asılığın yoxdur. Əslində var. Mən Yunandan sonra həmişə qurulanıram. Ay ki, bu yaxşı asılıq. Belə asılıq olar. Özü ki, bakteriyalardan zaddan qoruyur da. Mən pis asılılıqdan söhbət eləyirəm. Hə, elə asılılıq. Məndə bax quş asılılığı var. Məndə də var o asılıqdan. Çox qəribə, mistik bir videodur. Həqiqətən deyirəm, yəni bu son zamanlarda çəkilişləri ən qəribə video ola bilər də. Kimin ağlına gəlir? Belə bir söhbət kimin ağlına gəlir? Həqiqətən çox maraqlıdır da mən. Psixoloqun yanına aparmaq lazım. Bu video fikri kimin ağlına gəlibsə gəl. Amma Hırbaça rayona gedək. Gedək, sən ör gedək. Arvad! Yürüsün getdik! Ura, rayona gelirik. Al, yorğan döşək niyə aparırlar ha? Arvad, mənim polverimi götürdün. Hay! Az mənim işlərimə götürdün. Yaddan çıxdı. Al. Getdim. Mama, atmışam. Yox. Allah. İsveç Hilal idi. O yıxıla İsveç Hilal idi. Paltarla tanıdı. Tıxlı da. Ədənin qədəsi olmadıq, hə. Ay zibbil. Çox qəşəng prodüksiyon ediblər ya. Bu yığmadığı adam yoxdur. İlki Xalil, İlman Əliyev, Metazan Ergin. Bu kimdir lan? Maya Revat, Laman. Bu ikisini tanımıram bu arada. Çox qəşəng video düzəldiblər. Prodüksiyon zırır da yəni başa düşürsən. Rəfiqə. Deyə məni. Ulama yanımda ulama. Mən sənə demişdim. Dedim səndən Allahsı deyil o. Üzünə baxan kimi bildim ki, o şərəfsiz oxşu. Dedim sənə atacaq. Ay qız elə xoşbəxtəm oyna. Allah, elə sevinirəm Badeli. Mən sənə demişdim. Bax, nə demişdim sənə Sən Badeli? ürəyin düzdür Hə, də. görürsən? Mən əvvəldən demişdim ki, siz xoşbəxt olacaq. Sən Nostradamus satsan, yəni nə olur elə mən demişdim deyə. Elə sevinirəm. İnşallah mənə elə oğlan qısmət. İli yaraşır. Ona bax, o yüzden arxadan çəkmişəm sizi. Yolda çox
zat deyəmən. Arxadan çəkmişəm nədir? Ay o günlərdə bu qrup yoldaşımdan belə gələndə, yolda gedəndə Rəşidin bizə arxadan çəkib mənim telefonumu atmağa yadıma gəldi. Zivlə qalsın. Bu da Allah ilalı bir də şəkli paylaşıblar bura. Yəni 8-9 il əvvəlində bu halı yadıma gəlir bu arada. Əsgərlik xatirələri. Əlizadə. Allah Şahverdiyev. Gəncə. Milli ordu. 2012. Allah. Yarımı gəlir səyinlə çastın qabağında kalbasa çörək alıb yeyirdi. Allah, yadımdadır. Sən yanındadır biz cavan əsgərlərə necə zülm verirdik. Yadımdadır. Bəs yadımdadır bir dəfə sən girdin komandirin otağına 1-2 saatlıq. Sonra komandiri çıxdı məndən telefon aldı. Sən yadındadır, sənə çıxartdılar bayram aladoy əsgər idin. İt balası kimi döydülər, ağladın orada. Ağladın? Sən səhv salırsan. Mən heç ağlayana oxşuyuram, mən dördüm. Ola bilər səhv salma. Bəs sən yadıma gəlir, zamparit gəlir, şillən qoydu ağzının Ama bir dəqiqə dayan, sənin yadındadır, sən Məmmədovla tutdular hamamda. Allah, hə, yadıma düşdü ağlamağı, maladoyçuluqda. Allah Məmmədovu deyirəm. Oldu, şad oldum əzizim, sağ ol, sağ ol. Söhbəti qəşəng fırlatdım sənə. Biraz onlar bir sual verir. Bu tema çox qəşəngdir məsələn, var. İt şəkli məsələn. Yox bisef alabilir miyim? Belə qız şəkli atırlar. Bisef alabilir miyim? Varsa elinizdə bir tane. Söyüş var. Xlor var, xlor, mebel yağı, kislata, xlor. Allah da qəlbimə sən saat getdirin an qırırsan, heyvan. Bu üzüm ürəkdən deyir, sən öl dedim. Malina var, malina, moruq, çələk, malina. Allah heç adam kimi başa düşmürsən, şüyd. Şüyd. İnsanlıq var, insanlıq, şərəf, ləyaqət və insanlıq. Gözdə düşürəm. Deməli sizə bu lazım idi, elə deyilmi? Ehtiyacınız budur. Mən də gic-gic danışam, düşürəm səni baş eləməyə. O üzüm. Yazıb şüyd çox təhqir edici ifadə. Həqiqətən birinə şüyd deyirsənsə, yəni ən ağır söyüşdən belə pisdir də, betərdir də, yəni. Sizin də görürsünüz ki, mən Rəşdə şüyd deyim. Onu mən belə demərəm də, yəni. Hə, mən də buna deyirəm ki, bırax ayağımı, bırax ayağımı. Çox tərəfin köməyinə qardaşımsa. Allah, nəyə yemək mən? Görürsən, aton ayağımı işləyir. Allah, sən nə düş adamsan Allah. Gör nə gündəsən ki, bu vəziyyətdə belə cici zarafatlar verirsən. Nəysə də mən getdim. Ata, gəl. Uşaqlar, ata zarafat eləməyin. Bir yazır ki, burada la, başım mən də görüşəm. Aha. Sevgilin zəng eləyir. Hilal, sənə maraqlı deyil mən hardayam. Yəni bir soruşmursan ki, bu qız sağdır, bəlkə ölüb. Günah mənim özümdədir ki, sənin kimi adamla görüşürəm. Yox. Yox, qısa və sadə. Şirinlik. Sənin kəsirlərin çoxdur. Səni mən heç cür kömək edə bilmirəm. Sən qaldın gələnlə. Bilirəm müəllim. Gəlin bunu öz aramızda həll eləyək də. Belə baxıram sən savadlı oğlansan. Sənin düşün düzəldi. Bizdə sizə aid vakansiya yoxdur. Bilirəm, mən Telman müəllim yollamışdı. Demişdi ki, bunu da sizə verim. Hə, Telman müəllim bizim yaxın dostumuzdur. Get 4-cü gəl, işin hazırdır. Hilal, mən bezdim. Mənə vaxt ayırmırsan. Yay da qurtardı, biz bir yerə gedə bilmədik. Ala bunu, aviasiya sazdan bilet alarsan, qeyb arası dincələrim. Yaxşı. Aytımlar parka apardan nə olar? Bezdim evdə oturmaq. Yorğunam oğlum. Ala ged özünə bir dənə oyuncaq al, başvı qat. Çox əldə mat pul verərlər ala. Yoruldum ala. Amma sənə halaldır, sən əsl kişisən. Burada uca biraz gicdədin. Hə, sən əsl kişisən. Burada nə deyirlər? Pul hər şeyin açarıdır. Sözün əsl mənasında. Tabii ölümdən başqa. Biraz ki, reallığı mizahla izah edən adam. Güzel üstən məsələn bir nömrə. Mən həqiqətən başım çıxmır. Yəni şəhərdə zatları görürəm də. Məsələn, o qədər kod verib maşın sürməyin nə mənası var da yəni. Yəni özünüzü zor hissəyirsiniz. Yoxsa qızlar deyir ki, "Oy zübil, maşına verdiyi koda bax, gedib binməliyəm maşınına." Belə bir reaksiya verirlər. Yəni bu nədir də? Yəni çox mənasız, itsiz bir şeydir. Bəli, indi isə keçirik Məhəmməd Əli Həsənovun videolarına. Görə elə Məhəmməd Əli Həsənov necə videolar çəkib. Qız atası. Ata, məni parka apar da. Parkdayıq da qızım, parkdır bura. Ata, məni parka apar da. Lam oğlum, lam, aç gözünü baxda sağ-baso, parkdır da bura. Qoyun kimi gəzirsən bütün günü. Mənə qəşəng paltar alarsan. Alaram gözəlim. Ata, mənə 50 man verərsən. 50 manat nə incirsən? Atletika ilə Real oynayacaq, 2-500 qəşəng kapsent verir. Sənin nə yaşın başın nədir? Sən bunları hardan bilirsən? Məktəbdən öyrədirlər sənə. Ata, dayan Sən bir də söz deyib, yəni oğlana onu deməklə düz edir. Ola mədə sən 2-5 kapsın. burada şəklimi çəkim. Çək qızım. Ata, onlar adva kredit götürüm. Sən mən poxa salmasan dincəlməyəcək səni. Bu nə la? Bax, parmağım ufuldu. Can, gəl at öpsün sənə barmağını. Ata, ayağım çıxdı ye. Taxta yenə o da mən taxım. Ayağımın altına bax da gezəndə rəxid olur rəxid.
Mənə 10 manat pul verərsən? Niyə qızım? Məktəbdə fond pulu yığırlar. Yaxşı, gözlə. Ata mənə 150 manat ver də. 150 manat neymişsən? Əhməd Rəcəbliyə gedəcəm. Əhməd Rəcəbli. Sən bir söz deyim, mən sizə videonun necə gedəcəyini bilsinizə fikirləşirdim. Qız da eyni şeylər deyir, oğlan da eyni şeylər deyir. Sadəcə oğlan sırf oğlan olduğuna görə tərslənəcəyimi fikirləşirdim da söhbət tamam fərqliymiş. Bu belə daha yaxşıdır bu arada. Son məlumata görə Yasamalda kərtənkələnin quyruğu itib. Ata mən çölə çıxıram, uşaqlarla görüşəcəm. Ged amma gec gəlmə evə. Yaxşı. Bax, hara get, bax, nəyə get? Bir şey də bu olur da, bütün gün çöllərdə veyillənir. Qışqır da bunun üstünə. Yox, olmaz, gedmir tək yerə. Gəl otaqla. Lazım idi sən. Ata, mənə 10 manat ver də. Get şalvarımın cibində var. Bax, nəyi götür? Hara götür? Gedir pulunu bütün gün gizli şeylərə xərcləyir. Qışqır bunun üstünə, bir şeydir buna. Düz deyir, dalın. Neysə pul sən? Bəlli deyil, anadır yoxsa düşməndir bu da la. Pul xərcləyən vaxtın sənin. Gəl otaqla, gözüm görməz səni. Ata, NASA'dan xəbər gəlib. Məni kosmosa göndərəcəklər. Oğlumuz kosmonavt olacaq. Bax, nə kosmos? Hara kosmos? Gedəcək kosmosda avaralar, qaman yağ planetlərə qoşulacaq. O planet sənin, bu planet mənim. Sülənəcək bütün günü. Qoyma bunu, bir şeydir buna. Gedmirsən kosmosa da. Nə var kosmosda? Akşam mən bibigil apararım, gedər yola. Bibigil nə deyim? Məsələn, aşırsınız mənə. Kosmosa getməyin. Uçurdu bizim uçurdu. Ata, bax nə ata, nə ata? Ata nədir? Sovetin başında papa deyirlər. Bu sənə ata deyir. Qışqırda bunun üstünə. Öz ona dalıb gətirmisən. Çörək aldın evə. Bir şey deyəndə buna. Amma bir imkan ver ağzıma açıb danışım da alemi qatsam yaxın bir-birinə. Oo. Ondan onu. Nə bilim indi buradaydı ki. Robot soran. Sənə robot dostların lazım. Şeytan deyə bu bilirsən nədir? O bibilər olur, zat bastırırlar həyətə. Eyni tipdir də sən öldürürəm. İç səs. Ürəyim sıxılır, heç nədən zövq ala bilmirəm. Niyə dünən gəlmisən xaricdən? Getdin ölkələrə gözün gəldin. Oyla deyildi qardaş, oyla deyil. Bu necə naşükür adamdır. Mən buradan dənizə gedə bilmirəm. Bu dünyanı gezib gəlib deyir ürəyim sıxılır. Bunun 100% ayaqqabı sıxır. Salam Məhəmməd. Salam, tanımadım. Sinif yoldaşım Gülçöhrəyəm də. Dəyişmisən, Doğrudan qəşəngləşmişəm. Maşallah qəşəngləşmisən. Bu nə günə qoyub özünü, dodağı da gəlib çıxıb alnına, çənəsi də adamın gözünə girir. Gecə yuxuda görsəm qorxaram. Allah Dağı da çıxıb alnına, hə. Şişirdi də, yəni belə deməsən. göstərməsin. Heç nə də köynəyi də 150 dollara aldım xaricdən gələndə. Cəmaatın başı xarabdır. 150 dollar köynəyi pul verərlər. Ayaqqabın yox, çorabın da sırf. Gedəcək bir normal çorab al. Sonra 150 dollar köynəyi pul verərsən. Uşaqlar, loteriyadan da maşın utdum axı. Doğrudan. Xeyirli olsun. Necə yalan danışır. 4-5 dənə yerdə işləyir. Bütün gün ağlayırdı ki, pulum yoxdur. Gizlin pul yoxurdu. İndi deyir ki, loteriyadan maşın utdum. Elə şey oldu. Ay çox məntiqlidir ya. Pulum yoxdur deyə gəzirsən, hə? Cəmaatdan ondan bundan dilənirsən. Ondan sonra maşını alırsan, hə? Deyirsən ki, loteriyada tutmuşam. Çox məntiqli fikirdir. Prosta televizor zətdə paylaşırlar da, yəni quldan adamı. Günay, ən sevdiyin rəng nədir? Məhəmməd, sənin 26 yaşın var, Yaşına başına uyğun suallar ver də biraz. Biraz məntiqli ol, məntiqli suallar ver. Bu nədir məndən soruşursan? Bir qaz qarışığının tərkibində hidrogen, oksigen və azot var. Qarışığın ümumi təzyiqi 5 atmosfer, çəkisi isə 22 litrdir. Qarışığın tərkibində 2 qram azot, 14 qram oksigen, 13 qram isə hidrogen var. Qarışığın orta molar kütləsi nə qədərdir, Günay? Görsən bu da istəyirdi, sən bu da istəyirdi. Bu arada nə soruşacağını bilirsiniz nə fikirləşdim. Nə qədər maaş alırsan, çəkin nədir? Nə bilim, yaş var kimi suallar verəcəyimi fikirləşdim. Yenə fərqli yerdən vurdu görsən. Bir yazıb məntiq dedi, kimə yox, kimə məntiqdir də qardaşım. Depressiyadasan amma. Belə bir dostum var. Məhəmməd, Sən sus. olar sənə qucaqlayıb yatan? Abi ürəyim mənə istəyirəm bu dəqiqə. Alo. Alo. Brat, butulka ilə yığıram. Ay yox, mən bu dəqiqə video ilə danışa bilməm bağışla. Ayda nə qəşəng videodur ya. Həqiqətən deyirəm də, yəni dostlar həyata həqiqətən çox maraqlı eləyən şeylərdən biridir. Gələn ilin iyunundan sonra o 5'li qrupu yığacam. O 5'li qrupu bir yerə yığacam. Gələcək 5'li video gələcək. Həqiqətən bayağı qəşəng video. Həqiqətən də Hilal kimi bir adam bir dost olsa həqiqətən məncə sıxılmaz. Nəysə bu video bu qədərdir. Ümidvaram sevdiyiniz bir video olmuşdur. Hansı bloqerin videolarını daha çox sevdiniz? Yorumlar qisminə yazmağı unutmayın. Sizcə ən yaxşı TikToker hansıdır? Onu da yorumlar qisminə yazmağı unutmayın. Və onu da deyim ki, Məhəmməd Əli Həsənov, Hilal Azadə və Rafinşin TikTok və Instagram hesablarını açıqlamalar qismində görə bilərsiniz. Gələcək videoda görüşmək üzrə. Sağ olun.